Adamın bu qədər də həvəsi qırılmaz da yəni. Üstədə belə zazorlar var. Belə göstərim sizə. Qırıqlar var. Salam hörmətli izləyicilər, Nicat Taç kanalıma xoş gəlibsiniz. Bugünkü videomuzda E34 Cruz'dan yığırıq BMW avtomobili tam olaraq restavrasiya eləyəcəyik. İlk öncə başlamışıq avtomobilin salonuna. Keçək indi sıfır prosedurlarla tanış edeyim. Avtomobilimiz budur. 34 Cruz'da. M50 B20 motor. Qeyd edim ki, avtomobil 91-ci ildir. Salonu biraz batıqdı bu yanlar, amma üstəlik qoşulub. Arada salonda işlər görülür. Maşın söktüyü gördük ki, içi 5 şumka olunmuş səndəmə. Nə işlər görülüyor burada? Nə bilim, həvəslə sökmüşəm ki, bunu 5 şumka eləyəm, açmışam ki, zubur 5 şumkadır. Adamın bu qədər də həvəsi qırılmaz da yəni də. Başqa nə işlər? Başqa istəyirəm, yəni bəzi yerlər var ki, çatmır, hansı ki bu bel tərəflər falan. Əslində belə deyim ki, BMW-nin yəni dəmiri çox qalındır. Əslində ehtiyac yoxdur, amma xəstəlikdir də. Yəni kalınkalar yaddan çıxmayacaq. Kalınkalar 100%. Maşını alan dəqiqə. Mıkıdır. Sükanı da qəşəngdir. O süs olaraq qoydurdum da zövqlə. Hələ ki bunlar foklardır, yoxsa bunları istifadə edəcəyik? Yox, onlar artıqlardır. Əslində belə deyim, əvvəl bunda 3 litr olubdu. Amma təzəsini çəkdirdiyim üçün, yəni biraz rasxod elədiyim üçün ehtiyac yoxdur da. Təzəsi burdadır, köhnəsi də orada. Açıb sapaskan başına. Deməli, bu ferdə belə şurup yerləri var. Bunlar hamısı tam bərpa olacaq. Stop, burası sınıqdır. Kuca ümumi rənglənəcək o heç. Şurup yerləri. Texnologiyadır bu birbaşa. Profesional iş görüblər. Şeydə qeyd edeyim ki, avtomobilin motorunda naqar çox idi. Əlavə yağ tökdük təzədən. İşlətdik biraz motoru. Yağın dəyişdik, avtomobilin işlətdik, sonra o yağı süzdük. Qapqaraydı, avtomobilin motorunda naqar çoxdur. Ola bilsin ki, böyük ehtimal avtomobilin motoru stroker yığılacaq. Burada da belə çatışmayan detallar var. Ümumi avtomobilin udarı yoxdur. Yəni kuzası yaxşıdır. Sadəcə restavrasiya olunmalıdır, yenilənməlidir. Boyası və bəzi detalları. İndi biz də başlamışıq salondan. BMW 520. Belə işlər var burada. Göstərəm. Bunlar tam olaraq bərkidilməlidir. Buranın plasmasları yoxdur. Onlara da bir şey fikirləşəcək. Lokumuz var. Burada zədə olub, amma pis işləyiblər buranı. Təzədən işlənilməlidir. Üstədə belə zazorlar var. Belə göstərim sizə. Qırıqlar vardı bu ferlərdə. Aşağıda da belə qırıq var. Bunlar tam olaraq bərpa olunmalıdır. Bu setkalar falan hamısı dəyişiləcək. Əgər bu avtomobilin videosu sizə maraqlı olsa, bunun davamında çəkəcəyik inşallah. Şərhlərdə öz fikirlərinizi yazın. Həm də bu avtomobili yığmaqda bizə kömək edin. Nətər kömək edin? Bizə məsləhətlər verin, nə etmək lazımdır, necə etsək daha gözəl görsənər. Şərhlərdə fikirlərinizi gözləyirəm. Təşəkkürlər.